Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Sınaqlara qaldığımız yerdən davam edirik. 14-cü sınağa baxırıq. Sual 1. Eyni tektonik zonada yerləşən silsilələr. Dərələyəz, Murovdağ Kiçik Qafqazda yerləşir. Qovdağ isə Böyük Qafqazda yerləşir. A variantı düzgün deyil. B variantına baxırıq. Talış Kiçik Qafqazda, Qarabağ Kiçik Qafqazda, Zəngəzur da həmçinin Kiçik Qafqaz tektonik zonasında yerləşir. Birinci cavabı B variantıdır. Digərlərinə də baxaq. Ləngəviz Böyük Qafqazda yerləşir. Ələt Dərəsi Böyük Qafqaz, Brovar Kiçik Qafqazdır. Peştəsər Kiçik Qafqaz, Talış Kiçik Qafqaz, Yan Silsilə Böyük Qafqazdadır. Qarabağ yaylası Kiçik Qafqaz, Murğoz Kiçik Qafqaz, Niyaldağ isə Böyük Qafqaz tektonik zonasındadır. Birinci cavabı B variantıdır. Sual 2. Ölkədə əhalinin sayı 6 milyon nəfər, illik təbii artım 90 min nəfər olarsa, hər 1000 nəfərə təbii artım neçə nəfərdir? Gəlin bunu eləyək. Deməli, 6 milyon nəfərə illik təbii artım 90 mindir. Yazaq, 6 milyon. 6 milyona 90 min. Hər 1000 nəfərə düşən təbii artımı tapmaq üçün 1000 nəfərdə x bərabərdir. Birbaşa cavabı yazsam 15. Tapdıq ki, hər 1000 nəfərə 15 nəfər təbii artım düşür. 2-nin cavabı A variantı. Sual 3. A və B məntəqələri arasında temperatur fərqi 3 dərəcə olarsa, çayın düşməsini müəyyən edin. Deməli, biz bilirik ki, hər 1000 metr yuxarı qalxdıqca temperatur 6 dərəcə aşağı düşür. İndi gəlin baxaq görək 3 dərəcə düşməsi üçün nə qədər hündürlük lazımdır, onu tapaq. Deməli, 1000 metrə 6 dərəcə, 3 dərəcəyə x bərabərdir. O da edəcək 500. Deməli, A və B arasındakı hündürlük fərqini tapdıq. 500 metr var. İndi biz kəsmə yüksəkliyi tapa bilərik. Kəsmə yüksəkliyi tapmaq üçün aradakı boşluqların sayına böləcəyik 500-ü. Aradakı boşluqların sayı 2-dir. 500-ü də 2-yə bölsək edər 250. Kəsmə yüksəkliyi tapdıq və artıq çayın düşməsini tapa bilərik. Çayın düşməsi də bildiyimiz kimi mənbə ilə mənsəb arasındakı hündürlük fərqidir. Deməli, bura 0-dır, dəniz səviyyəsi 0-dır. Buradan bura artıq kəsmə yüksəkliyi bilirik 250. Kəsmə yüksəkliyimiz 250. Deməli, buradan bura 250-dir. Bura olacaq 500. Bura olacaq 750. Bura olacaq 1000. Bura olacaq 1250. Burada olacaq 1500. Deməli, çayın düşməsi oldu 1500 metr. Cavaba baxırıq. C variantı uyğundur. 3-də cavab C variantı. Sual 4. Xəritə sxemdə rəqəmlərlə verilmiş ərazilər üçün ümumi xüsusiyyəti müəyyən edin. Deməli, baxırıq. Ekvatorial və subekvatorial iqlim qurşağında yerləşən ərazilərdir ümumilikdə. Gəlin baxaq. A. Sutkalıq temperatur amplitudunun çox olması. Sutkalıq temperatur amplitudu biz bilirik ki, tropiklərdə ən çox olur. İntensiv fiziki aşınma da həmçinin tropik səhralarda olur. C. Meşələrin geniş yayılması. Ekvatorda meşələr geniş yayılıb, lakin subekvatorial iqlim qurşağında yerləşən savannalarda seyrək meşələrdir. Hansı ki, birin yerləşdiyi ərazi savannalardır və burada seyrək meşələrdir. Sonra 5-dəki seyrək meşələrdir, savannalardır. Yəni 3-də yenə seyrək meşələrdir.
Ona görə, yəni ümumi xüsusiyyət kimi bunu götürə bilmirik. 2-də meşələr geniş yayılıb ekvator zonası olduğu üçün, lakin 5-də misal üçün savannalardır. Burada seyrək meşələrdir. Ona görə meşələr geniş yayılmayıb. Yəni ümumilikdə götürsək. D variantına baxırıq. Orta illik temperaturun yüksək olması. Bəli, ekvatorial iqlim qurşağında yerləşən ərazilərdə, həmçinin subekvatorial iqlim qurşağında yerləşən ərazilərdə orta illik temperatur yüksəkdir və buna görə də illik temperatur amplitudası az olur. Bəli, illik temperatur amplitudu az olur. Ona görə bizim düzgün cavabımız D variantı olacaq. Çünki 7-də də deyir ki, illik temperatur amplitudunun yüksək olması. Təbii ki, bu da doğru cavab deyil. Bizim doğru cavabımız D variantıdır. Sual 5. Sxemə əsasən havanın nisbi rütubətliliyini müəyyən edin. Biz baxırıq, görürük ki, maksimum mütləq rütubətlilik 15 qram ola bilər, lakin 3 qramdır, 3 qram olub. Gəlin bunu tənasib yolu ilə həll edək, nisbi rütubətliliyi tapaq. Deməli, 15 qram 100% olmuş olacaq, 100%dir. Lakin 3 qram müşahidə edilib, mütləq rütubətlilik. 3 qramı tapaq görək neçə faizdir, yəni nisbi rütubəti tapmış olacaq. 300 bölünsün 15, o da bərabərdir 20. Yəni sadə məsələ həllidir. 5-də cavab Y variantıdır. 6-cı suala baxırıq. Əkinçilik üçün əlverişsiz ərazilər. Bir tundra əlverişsizdir. Niyə? Çünki burada ifrat rütubətlənmə şəraitidir. 2-yə baxırıq. 2-də deyir savannalar. Savannalarda əlverişlidir. Çöldə də həmçinin əlverişlidir. Ekvatorial meşələrdə əlverişsizdir. Niyə? Çünki burada da ifrat rütubətlənmə şəraiti, yəni rütubətlənmə əmsalı vahiddən böyükdür. Bataqlıqlarda da həmçinin ifrat rütubətlənmə olduğu üçün əlverişsiz ərazilərdə əkinçilik üçün deməli 1, 4, 5 bizim doğru cavabımız D variantıdır. 7-ci suala keçid edirik. Sxemə uyğun olaraq müəyyən edin. Biz sxemdə nə görürük? Görürük ki, okean tipli litosfer tavası materik tipli litosfer tavası ilə toqquşub. Yəni konvergent sahədir bu. Toqquşma vaxtı okean tipli litosfer tavası materik tipli litosfer tavasının altına gömülüb. Bu zaman materik tipli litosfer tavasının tərəfdə qırışıq dağlar əmələ gəlib. İndi gəlin baxaq görək, sxemə uyğun olaraq müəyyən edin deyir. A variantı Nazca, Cənubi Amerika, Ant dağları. Bəli, elə variant da budur. Bu Nazca tavasıdır. Nazca Cənubi Amerika ilə toqquşub, Nazca Cənubi Amerikanın altına gömülüb və nəticədə Ant dağları yaranıb. 7-nin cavabı A variantıdır. Digərlərinə də baxaq. Avrasiya, Afrika ola bilməz, çünki hər ikisi də materik tipli litosfer tavasıdır, lakin bizdə okean tipli litosfer tavasıdır birinci. C variantına baxırıq. Avrasiya, sakit okean. Burada Avrasiya birinci materik tiplidir, lakin buradakı okean tipli olduğu üçün yenə uyğun deyil. Bir də Baykal gölü Avrasiya və sakit okean litosfer tavalarının toqquşma zonasında deyil. Ona görə C variantda heç uyğun deyil. Hindistan Qərbi Sibir materik tipli litosfer tavalarıdır, uyğun deyil. Y variantında da yenə Ərəbistan Şərqi Avropa materik tipli litosfer tavalarıdır. Bizim doğru cavabımız 7-də A variantıdır. Sual 8. 22-ci və 3-cü saat qurşaqlarının orta meridianları arasındakı məsafə ekvator üzərində neçə kilometr olar? Gəlin tapaq. 22-ci saat qurşağının orta meridianı tapmaq üçün 22-ci saat qurşağı bilir ki, qərb yarımkürəsidir. Buna görə 24-dən çıxacaq. Bilirsiniz də, qərb yarımkürəsində saat qurşaqlarını biz tapanda 24-dən çıxırıq. 22. Bir dəqiqə. 24-dən 22-ni çıxacaq. Aha. Edəcək 2. 2-ni də vurarıq 15 dərəcəyə. Niyə? Çünki 1 saatımız 15 dərəcədir. Taparıq uzunluğu.
30 dərəcə qərb uzunluğu. 22-ci saat qurşağının orta meridianı tapdıq. İndi 3-cü saat qurşağını tapırıq. Bunun üçün nə edəcək? Yenə 3-ü vuracaq 15-ə. O da edəcək 45 dərəcə şərq uzunluğu. İndi deyir ki, 30 dərəcə qərb uzunluğu ilə 45 dərəcə şərq uzunluğu arasındakı məsafəni ekvator üzərində hesablayın. Deməli, fərqli uzunluqlarda, yəni fərqli yarımkürələrdə yerləşib, ona görə biz toplayacağıq hər iki uzunluğu. 30 üstə gəlinsin. 45, o da bərabərdir 75 dərəcə. Biz bilirik ki, ekvator üzərində 1 dərəcənin qiyməti 111 kilometrə bərabərdir. Buna görə də 75 dərəcəni vuracaq 111-ə. O da edəcək 8325 kilometr. Tapdıq. 8-də cavab C variantı. Sual 9. Qanı Xəyricay fiziki coğrafi rayonuna aid olmayan xüsusiyyətlər. Bir quşu quraq keçən mülayim isti iqlim hakimdir. Bəli. 2 dağ-çəmən landşaftı geniş yayılmışdır. Xeyr. Dağ-çəmən yox, düzən meşə landşaftları yayılıb. Burada intrasonal landşaftda həmçinin. Deməli, içini götürəcək. Sonra şirin qurun suları səthə yaxındır. Bəli. Yayı quraq keçən mülayim isti iqlim yox, bayaq dedik, qışı quraq keçən mülayim isti iqlimdir. Ona görə 4-də götürürük. Qərbzəkli meyvələr yetişdirilir, bəli. Okean səviyyəsindən aşağıda yerləşir. Xeyr, bu da düzgün olmayan ifadədir. 2, 4, 6 bizim doğru cavablarımızdır. 9-da D variantı doğru cavabdır. 10-cu suala keçid edirik. Əmtəlik tipli kənd təsərrüfatına aiddir. Bu təbii ki, intensiv inkişaf yoludur və inkişaf etmiş ölkələr üçün xasdır. Digər variantlar düzgün deyil. İşçi qüvvəsinin sayının artırılması, yəni bu tipli kənd təsərrüfatında işçi qüvvəsinin sayını artırmırlar. Əkin sahələrinin genişləndirilməsi, bu da düzgün deyil. Eninə inkişaf yox, dərinə inkişafdır. İstehlak tipli kənd təsərrüfatı da yenə düzgün deyil. A, intensiv inkişaf yolu. Onda cavab A variantıdır. 11-ci suala baxırıq. Doğru sıraları müəyyən edin deyir. Gəlin müəyyən edək. Tərtər Kür çayına tökülür. Bəli, bir doğru cavabdır. Həkəri Araz çayına tökülür. Həmçinin doğru cavabdır. Mazınçay Kür çayına yox, Qanaq çayına tökülür. Ona görə səhvdir. Biləkçay Xəzər dənizinə tökülür. Bəli, düzgündür. Türyançay isə Əyriçaya yox, Kür çayına tökülür. Deməli, 1, 2, 4, 11-in cavabı Y variantı. 12-ci suala baxırıq. Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Gəlin burada yazaq. 1, 2, 3. Qədim Lavrasiya qurusunun parçasıdır. Bu hər ikisinə aid xüsusiyyətdir. Həm Avrasiya, həm də Şimali Amerika Lavrasiya qurusunun parçaları olublar. Deməli, 1-3-ə aid olacaq. Deməli, bir neçə qədim və cavan platformalardan ibarətdir. Bu, Avrasiyaya aid xüsusiyyətdir. Ərazisində bütün iqlim qurşaqları formalaşmışdır. Bu da təbii ki, Avrasiyaya aid xüsusiyyətdir. 4-cü dövr buzlaşmasının izləri hər ikisində də qalıb, şimal hissələrində. Ona görə 4 3-ə aid olmuş olacaq. Qərb hissəsində çaylar qısa və bol suludur. Bu, Şimali Amerikanın Kordilyer dağında olan axan çaylar üçündür. Bu ifadə 5 keçəcək ki, Mitçe zirvəsi burada yerləşir. Təbii ki, bu da Şimali Amerikaya aid xüsusiyyətdir. Deməli, 1-ə 200, 2-yə 5, 6, 3-ə isə 1, 4, 12-də cavab D variantıdır. 13-cü suala baxırıq. Yalançı urbanizasiyaya aiddir.
Sosial infrastrukturun zəif inkişafına baxmayaraq, şəhərlərin sahəsinin genişlənməsi bəli, A variantı doğru cavabdır. Digər variantlara baxaq. B. Kənd əhalisinin azalması yalançı urbanizasiyaya aid deyil. Kənd əhalisinin çətin mənimsənilən ərazidə məskunlaşması da həmçinin aid deyil. Şəhərlərdən kəndlərə miqrasiyaya xeyr, bu da düzgün cavab deyil. Kəndlərin qəsəbələrə çevrilməsi də həmçinin düzgün cavab deyil. 13-də doğru variant A variantıdır. 14-cü suala baxırıq. Kserofit dağ çəmənlərinin yayıldığı dağ silsilələrini soruşur. Bu, təbii ki, Talış və Zəngəzur dağ silsilələridir. Belə ki, bildiyimiz kimi Talış dağlarında landşaft inversiyası müşahidə olunur və dağ meşələri kserofit dağ çölləri ilə əvəzlənir. Həm də Zəngəzurda da biz kserofit kolluqlara rast gələ bilərik. Xüsusilə də Zəngəzurun bəzi hissələrində yenə dağ kserofit bitkilərinə rast gələ bilərik. Deməli, 14-də cavab B variantıdır. Sual 15. Yanlış ifadəni müəyyən edin. Azərbaycanda bəzi faydalı qazıntılar potensial ehtiyatlar kimi müəyyən edilmişdir. Bəli. B. Braziliya və Avstraliya dəmir filizi ehtiyatları ilə zəngindir. Düzdür. C. Külək enerjisi tükənən, lakin bərpa olunan ehtiyatlara aiddir. Xeyr, külək enerjisi tükənməyən enerji növüdür. Yanlış ifadədir bu. Ona görə bizim cavabımız C variantıdır. Digərlərinə də baxaq. D. Mineral ehtiyatlar filiz, qeyri-filiz və yanacaq faydalı qazıntılara bölünür. Doğrudur. E variantı təbii ehtiyatlar qeyri-istehsal sahələrində istifadə edilir. Doğrudur. 15-in cavabı C variantı. 16-cı sual. Əlvan metal filizlərinin mövcud olduğu ərazilər. Təbii ki, biz dağlıq əraziləri seçəcəyik. Kiçik Qafqazın dağlıq ərazisini. Baxırıq. 6-da ola bilməz, çünki biz bilirik ki, Talış dağlarında filiz faydalı qazıntılar yayılmayıb. 2-3 də həmçinin düzən ərazilərə uyğun gəlir. Təbii ki, düzən ərazilərdə də filiz faydalı qazıntılar müşahidə olunmur. Biz götürəcəyik Kiçik Qafqazın dağlıq hissəsini. Yəni 1, 4, 5 bu ərazilər əlvan metal filizlərinin mövcud olduğu ərazilərdir. 16-da cavab C variantıdır. 17-ci sual. Gecənin uzunluğu 12 saat 20 dəqiqə olarsa, müvafiq olaraq günəşin çıxma və batma vaxtını müəyyən edin deyir. Biz gecənin uzunluğunu bilirik. Gündüzün uzunluğunu gəlin tapaq. Gündüzün uzunluğunu tapmaq üçün biz 24-dən 12 saat 20 dəqiqəni çıxmalıyıq. 24-dən çıxa bilmirik. Ona görə 24-dən birini veririk yuxarı olacaq 23, 60. Çıxılsın 12, 20. Orada edəcək neçə? 11, 40. Deməli, gündüzün uzunluğu olmuş oldu 11, 40. Deməli, bizdən günəşin çıxma və batma vaxtını müəyyən edin deyir. Gəlin bunu çəkək. Günorta saat 12:00. Gündüzü biz 2 hissəyə bölək də 12:00-dan əvvəli, 12:00-dan sonrası. Bunu mütləq eləməliyik. Deməli, günəş çıxdı burada. Batma vaxtı da buradır. Biz nə edəcəyik? Gündüzümüzün uzunluğu 11:40-dır. Bunu 2 bərabər hissəyə böləcəyik. Bir hissəsi 12-dən əvvələ keçəcək. Bir hissəsi günorta 12-dən sonraya keçəcək. Bunun üçün gəlin bölək 11:40-ı bölərik 2-yə. Deməli, 11-i 2-yə bölmürük, 10-u böləcəyik 2-yə ki, tam bölünsün. 10-u 2-yə bölərik, edər 5. Bu 1 saatı da yuxarı verək
bir saatimiz 60 dəqiqədir. Üstünə də 40 dəqiqə gələndə 100 dəqiqə. İndi biz 100 dəqiqəni də 2-yə bölməliyik. 100 dəqiqəni də 2-yə böləndə 50 dəqiqə eləyir. Deməli, 5-50 dəqiqə bu tərəfə aiddir. Qalan 5-50-nin də 12-dən sonrasına veririk. Bunun üçün nə edirik? Günəşin çıxma vaxtını tapmaq üçün 12:00-dan 5:50-ni çıxacaq. 12:00 çıxılsın 5:50. O da bərabərdir. 12-dən 11-in veririk yuxarı. Olur 11:60. Çıxılsın 5:50. O da bərabərdir 6:10. Deməli, günəşin çıxma vaxtı saat 6:10-dur. İndi batma vaxtını da təyin etmək üçün 12:00 üzərinə gələcək 5:50-ni. O da edəcək 17:50. Bu da bizim batma vaxtımızdır. Yəni günəşin batma vaxtıdır. 6:10, 17:50. Cavab 17-də B variantıdır. Sual 18. Arid deodasiyon relyef formalarını müəyyən edin. 1. Karlar. Karlar buzlaq mənşəli relyef formalarıdır. Biri götürmürük. 2. Kars mağaraları yeraltı suların fəaliyyəti nəticəsində yaranan relyef formasıdır. 2-ni də götürmürük. 3. Bedlendlər, bəli. Arid deodasiyon relyef formasıdır. Yarğanlar da həmçinin, qobular da həmçinin arid deodasiyon relyef formalarıdır. 3, 4, 5 bizim doğru cavabımızdır. Bəs kraterlər nədir? Kraterlər vulkanik dağlarda lavanın səthə çıxdığı qıfa bənzər çökəkliklərdir. Deməli, bizim doğru cavabımız oldu 18-də D variantı. 19-cu suala keçid edirik. Beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyasına aid deyil. A. İçməli suyun keyfiyyətinin müəyyən edilməsi. Bəli, bizim doğru cavabımız 19-da A variantıdır. İçməli suyun keyfiyyətinin müəyyən edilməsi beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyasına aid deyil. Digərləri isə aiddir. Qida məhsullarının qiymətləri aiddir. Əhalinin gəlirlərinin orta aylık səviyyəsi aiddir. Dövlətin ərzaq resursları da aiddir. Ərzaq məhsullarının istehsal səviyyəsi də həmçinin aiddir. Sual 20. Uyğunluğu müəyyən edin deyir. Gəlin müəyyən edək. 1, 2, 3, 4. Bir xarici ölkə ilə həmsərhəddir. Şərqi Zəngəzur, Abşeron, Xoza, Mərkəzi Aran, Lənkəran, Astara. Bu Lənkəran Astaradır. İranla sərhəddədir sadəcə. 1-ə D uyğun olacaq. 2-yə baxırıq. 2 xarici ölkə ilə həmsərhəddir. Bu Şərqi Zəngəzurdur. Şərqi Zəngəzur həm Ermənistan, həm də İranla sərhəddədir. Neft kimya sənayesi inkişaf etmişdir. Bu Abşeron xızıdır. Əsasən quru subtropik meyvəçilik inkişaf etmişdir. Təbii ki, bu da Mərkəzi Arandır. 1D, 2A, 3C, 4B, 20-nin cavabı B variantıdır. Sual 21. Elm tutumlu sahələrin üstünlük təşkil etdiyi ölkələr. Təbii ki, biz inkişaf etmiş ölkələri seçəcəyik. Elm tutumlu sahələr ən çox inkişaf etmiş ölkələrdədir. 5. ABŞ, bəli, seçirik. 4. Argentina seçmirik. Sonra 3-də inkişaf etməkdə olan ölkədir, seçməyəcəyik. 1 Avropa ölkəsidir, seçirik. 2 də Asiyanın inkişaf etmiş ölkəsidir, Koreyadır. 2-ni də seçəcəyik. Deməli, 1, 2, 5 inkişaf etmiş ölkələr. Y variantı 21-də cavab Y variantı. 22-ci suala baxırıq. Yağıntıların miqdarı daha çox olan inzibati rayonlar. Biz bilirik ki, Azərbaycan Respublikasında yağıntıların ən çox düşdüyü ərazilər Talış dağlarının ətəkləridir. Bir də Böyük Qafqazın cənub yamacıdır. A variantı Kəlbəcər, Laçın, Qubadlı.
Kəlbəcər, Laçın və Qubadlı ərazilərinə düşən yağıntıların miqdarı 600-1000 millimetr arasında dəyişir. Lakin bizdən daha çox olanı soruşur. Ona görə biz daha çox olanı götürməliyik. Tovuz, Gədəbəy, Daşkəsən bunlar quraq ərazilərdir. Yəni yağıntının az düşdüyü ərazilərdir. Cəlilabadda da yağıntı az düşür. Yardımlıda 600-1000 millimetr, Biləsuvarda yağıntıların az düşdüyü ərazidir. Balakən, Zaqatala, Qax. Bayaq dedik, Böyük Qafqazın cənubi yamacı. Talış dağlarının ətəklərindən sonra Azərbaycanda ən çox yağıntı bura düşür. Ona görə elə D variantı bizim doğru cavabımızdır. 22-də D variantı götürəcəyik. Sual 23 məsələ həllidir. Asan məsələdir. Sahəyə aid məsələdir. Yer səthində eni 40 km, uzunluğu 60 km olan ərazinin sahəsi 1/2 milyon miqyaslı xəritədə neçə kvadrat santimetr olar? Biz həqiqi sahəni tapaq. Həqiqi sahə bərabərdir 40 vurulsun 60. O da edər 2400 kvadrat kilometr. Düstura əsasən biz bilirik ki, həqiqi sahəni tapmaq üçün miqyasın kvadratını xəritədəki sahəyə vururduq. Deməli, bizdən də xəritədəki sahəni soruşur. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Miqyasdan 5 sıfır ataq. 3, 4, 5, 20-nin kvadratı 400 edər. O da bərabərdir həqiqi sahəyə. Buradan xəritədəki sahəni taparıq ki, 2400 bölünsün 400-ə. Bu da bərabərdir 6. Deməli, 23-ün də cavabı nə oldu? 6 kvadrat santimetrdə yazaq. Sonra keçdik 24-ə. Ekvatorial iqlim qurşağını tropik qurşaqdan fərqləndirən xüsusiyyətlər. Asan sualdır. Buludluğun çox olması bəli. Ekvatorial iqlim qurşağında buludluq çoxdur. Buxarlanma qabiliyyətinin yüksək olması xeyr. Buxarlanma qabiliyyəti tropiklərdə yüksəkdir. 3. Fiziki aşınmanın getməsi. Fiziki aşınma da tropiklərdə gedir. 3-ü də götürmürük. 4. Zəngin bitki örtüyü. Bəli, ekvatorial iqlim qurşağında zəngin bitki örtüyü var. Eyni zamanda da alçaq təzyiq sahəsidir ekvatorial iqlim qurşağında. Deməli, bizim cavablarımız oldu 1, 4 və 5. 25-ci suala baxırıq. Hind okeanına aid olan yarımadalar. Labrador Atlantik okeanına aiddir. Kiçik Asiyada həmçinin Atlantik okeanına aiddir. Somali Hind okeanına aiddir. Yazaq. 3. Ərəbistan Hind okeanına aiddir. Piriney Atlantik okeanına aiddir. Hindistan Hind okeanına aiddir. 3, 4, 6, 25-də doğru cavablar. 26-cı suala keçid edirik. Konstitusiyalı monarxiya ölkələrini müəyyən edin. Birə baxırıq. Bir İsveçdir. Bəli, İsveç konstitusiyalı monarxiya ölkəsidir. Biri götürəcəyik. Biri götürürük. Sonra 3 Myanma ölkəsidir. Myanma konstitusiyalı monarxiya deyil. Lakin bunu cavabda 26-nın cavabında kitabda Myanmada konstitusiyalı monarxiya ölkəsi kimi veriblər. Təbii ki, bu səhv düşür. Çünki Myanma konstitusiyalı monarxiya ölkəsi deyil. Yəni səhvdir. Ona görə biz 3-ü götürmürük. O səhvən düşüb orada. Götürməyəcəyik. Sonra konstitusiyalı monarxiya başqa burada hansı var? Bir də var burada 6-da İspaniya. İspaniyada konstitusiyalı monarxiya ölkəsidir. 6-nı götürəcəyik. Digərləri isə 4-də Əfqanistandır. Əfqanistan respublikadır. Myanmada həmçinin respublikadır. Digərləri də respublikadır. Bizim doğru cavabımız sadəcə 1 və 6-dır. Keçdik 27-ci suala. 27-ci sualda uyğunlaşdırmadır. Torpaqları verib, onlara uyğun təbii zonalar və ölkələr. Gəlin uyğunlaşdıraq. Deməli, 1, 2, 3 yazırıq.
Qəhvəyi torpaqlar. Qəhvəyi torpaqlarda deməli hansı təbii zonanın torpaqlarıdır? Bu təbii ki, cod yarpaqlı həmişəyaşıl meşələr. Həmin təbii zonada qəhvəyi torpaqlar yayılıb və Türkiyə ölkəsinin ərazisindədir. Subtropik iqlim qurşağı 1 və B aiddir. Tundra qleyli torpaqlar təbii ki, tundra və meşə tundra ərazisindədir. 2-yə D və saxa. 2-yə D. 3-ə baxırıq. Boz-bozqonur torpaqlar da təbii ki, səhra və yarım səhra zonası üçün xarakterik torpaqlardır və səhra və yarım səhralarda Türkmənistan ölkəsində yayılıb ən çox. Burada qaldı çöl və meşə çöl. Qazaxıstan buna uyğun torpaq tipi verilməyib, ona görə götürmürük. Çöl və meşə çölün torpaqları da bildiyimiz kimi qara torpaqlardır. Keçdik situasiya tipli tapşırıqlara. Azərbaycanı qərb ölkələri ilə birləşdirən nəqliyyat kommunikasiya xətləri üzərində yerləşən qara və əlvan metal filizləri ilə zəngin olan iqtisadi rayonun əhalisi 596 min nəfər, sahəsi isə 5,27 min kvadrat kilometrdir. İqtisadi rayonun təbii şəraiti və təbii ehtiyatları onun iqtisadi inkişafına müsbət təsir edir. Deməli, Azərbaycanın qərb ölkələri ilə birləşdirən nəqliyyat kommunikasiya xətləri üzərində yerləşir deyirsə, bu təbii ki, Gəncə Daşkəsən iqtisadi rayonudur, hansı ki, qara və əlvan metal filizləri ilə də zəngindir. Əhalisinin sayı da 596 min nəfərdir. Deməli, indi suallara keçid edək. Mətnə əsasən iqtisadi rayonu və onun ərazisindən keçən beynəlxalq əhəmiyyətli neft və qaz kəmərlərini müəyyən edin deyir. Deməli, biz bilirik ki, artıq bu hansı iqtisadi rayondur? Bayaq dedik, Gəncə Daşkəsən. Gəncə Daşkəsən iqtisadi rayonu. Və onun ərazisindən keçən beynəlxalq əhəmiyyətli neft və qaz kəmərlərini müəyyən edin deyir. Təbii ki, Bakı, Tbilisi, Ceyhanı yaza bilərik. Bakı, Tbilisi, Ceyhan, Bakı, Supsa, sonra Bakı, Tbilisi, Ərzurum, Tanap, Tab. Mən bunları yazım sonra. Belə yazdım. Bakı, Tbilisi, Ceyhan, Bakı, Supsa, Bakı, Tbilisi, Ərzurum, Tanap və Tab. Sonra 29 mətnə əsasən iqtisadi rayonun əhalisinin ölkə əhalisinin neçə faizini təşkil etdiyini və əhalinin sıxlığını hesablayın. Yazın ölkə əhalisinin ümumi sayı verib və cavabları tam ədədə qədər yuvarlaqlaşdırın deyir. Deməli, gəlin edək bunda. Ölkə əhalisinin ümumi sayı 10 milyon 120 min nəfərdir deyir. 10 milyon 120 min nəfər. Bu 100%imizdir bizim. Baxaq görək iqtisadi rayonun əhalisi nə qədərdir? Burada verilib 596 min nəfər. Tənasüb yolu ilə həll edəcəyik. X. Buradan X-i taparıq. Mən birbaşa cavabı yazacağım, vaxt getməsin. X-i tapdıq 6. Deməli 6% təşkil edir. İqtisadi rayonun əhalisi ölkə əhalisinin 6%-ni təşkil edir. Sonra bizdən sıxlığı da hesablayır. Bu birinci idi. Bizdən sıxlığı da soruşur. Bəs sıxlığı necə hesablayacaq? Sıxlığı da hesablamaq üçün biz ölkənin əhalisinin sayını onun sahəsinə bölməliyik. Yəni 596 mini bölməliyik 5270-ə. O da bərabərdir 113. Birbaşa cavabı yazdım, vaxt getməsin. 113. İkincinin də cavabını tapdıq. İndi keçirik 30-cu axırıncı suala. İqtisadi rayonuna
Aid təsərrüfat sahələrini cədvəldə yazın deyir. Sənaye sahələrinə yaza bilərik. Əlvan metallurgiya, maşın qayırma, yüngül sənaye, yeyinti sənayesi, tikinti materialları istehsalı. Kənd təsərrüfatına da yaza bilərik. Heyvandarlıq, pambıqçılıq, taxılçılıq, üzümçülük, kartofçuluq. Bunları yaza bilərik. Belə 14-cü sınağın da sonuna gəldik. Gələn sınaqda görüşmək üzrə. Gələn sınağımız 15-ci sınaq olacaq. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun.